Ulu Öndər Heydər Əliyevin mənim həyatımda çox böyük rolu olub. Mən fürsətdən sonra bəzi məqamları xatırlatmaq istəyirəm. Mən Zaqafqaziya Komsomol Məktəbinin İnşaat mühəndisləri birlikdə bitirmişdim. Xüsusi çağırışla məni Nabilinin Çelin səhərinə Kamazın tikintisinə çağırdılar. Orada da çox böyük uğurlar qazandım və mənim uğurlarım haqqında gedib oranın partiya komitəsi cənab Heydər Əliyevə demişdi. O da göstəriş vermiş ki, məni şəhərin fəxri vətəndaşı elan etsinlər və fəxri kitabına adını salırlar. Və o uğurun davamı gəldi. Sonra da bir beynəlxalq layihədə məni dəstəklədi. Yəni düzgün işləmək, şəffaf işləmək tövsiyəsi verdi. İllər keçdikcə biz Heydər Əliyevin uğurlarını, fəaliyyətini, Azərbaycan tarixində rolunu unutmayacağıq. Allah ona rəhmət eləsin. Sumqayıtda Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş geniş tədbir keçirilib. Tədbir Sumqayıt şəhər Muğam mərkəzində təşkil olunub. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ziyalılar, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edirlər.